Salam Azərbaycan, gözəl xalqım. Hər birinizi salamlayıram. Hər birinizin axşamı xeyir olsun. Buradan səslənirəm ölkə başçımız cənab Prezident İlham Əliyev, birinci vitse-prezidenti Mehriban xanım, cənab nazirimiz Vilayət Eyvazov. Sizə səslənirəm. Müraciətim var. Mən 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Bugün Yasamal rayonu polis idarəsində mənə qarşı zor tətbiq olunub. Polis əməkdaşı mənim qolumdan tutaraq məni çölə atır və mən ona vurğulayıram ki, mən 2-ci qrup müharibə əliliyəm. Mənə protezləşməni birinci vitse-prezidentimiz Mehriban xanım eləyir. Belə eləməm. Mən ayağımı incitmişəm, ayağım şişir. Hal-hazırda damarım qaçır, yeğa bilmirəm. Mən buradan səslənirəm aidiyyatı dövlət orqanlarına da. Bu məsələyə baxılsın. Polis əməkdaşı nəyə görə bir qaziyə güc tətbiq edir? Xahiş edirəm, bu haqda ölçü götürülsün. Və hər kəsdən artıq dərəcədə də xahiş edirəm ki, bu videonu paylaşıb ictimailəşdirmək lazımdır. Qazilərə qarşı nəyə görə beləncinə ancaq güc tətbiq olunur? Niyə görə? Mən onlara neyləmişdim bu günləri? Mənim tutub yıxırlar, güc tətbiq edir. Polis əməkdaşı mənə gəlib güc tətbiq edir və mən ona deyirəm ki, qardaş, mən ayağımdakı protezləşməni Mehriban xanım eləyir. Mən özüm cənab prezidentlə görüşmüşəm, mən ona şəkil göstərmək istəyirəm. Deyirəm, səni şikayət edəcəm. Deyir, get kimə istəyirsən, hara istəyirsən şikayət elə. Mən 20 ildir, 23 ildir, mən polis işləyirəm, deyir. Heç kəsdən qorxmuram, deyir. Və 102 xidmətinə də mən müraciət edirəm. Hələ də məndən 102 xidmətindən hələ də mənim bir cavab gəlmir. Heç bir cavab gəlmir. Xahiş edirəm, videonu paylaşın, hamı görsün. Haqsızlığa son qoyaq, haqsızlığa susmayaq bu cür haqsızlıqlara.